Hər kəsə salamlar. Bugün gəlmişik biz Ukraynanın İrpen şəhərinə. Ukraynanın İrpen şəhəri Kiyevdən hardasa 20-30 km aralıda yerləşən Kiyev oblastına, yəni Kiyev vilayətinə bağlı bir şəhərdir. Bu şəhəri yəni xüsusi edən nədir? Yəni bu hazırladığımız videonu nə üçün hazırlayırıq, onu göstərmək istəyirəm sizlərə. Yəni o haqqda danışacağıq. İrpen şəhəri müharibə başlayandan bəri 2022 23 fevraldan bəri elə həmin günlərdə də işğal altına düşdü. Yəni Rus ordusu ələlxüsus Çeçen bölmələr, Çeçen millətindən olan bölmələr neynədi? İrpen şəhəri, Bursa şəhəri və Qostomel şəhərini işğal elədilər. Və bu şəhərlərin işğal altına düşməyi Kiyevin özündə, paytaxtda böyük şok təsiri yaratdı. Bu da nədən irəli gəlir? Çünki bu şəhər hal-hazırda bax bizim sağımızda paytaxt şəhəri yerləşir, 20-30 km bizdən aralıdır. Və o səbəbdən böyük şok təsiri yarandı. 3 həftədən böyük müddətcə gedən döyüşlər nəticəsində ələlxüsus Ukrayna artilleriya bölmələrinin atışlar nəticəsində, xüsusi təyinatlı qüvvələrinin çalışmalar nəticəsində Rus ordusunun təminatı bu bölmədə Ukraynanın istərində, yəni bura Orta Ukrayna deyə bilərik, çünki paytaxt Kiyev daxil, Kiyev vilayəti daxil Orta Ukraynadır. Rus ordusunun təminat təchizatı çətinliyindən, eyni zamanda Ukraynanın artilleriya bölmələrinin güclü atışları nəticəsində, xüsusi təyinatlı bölmələrin işləri nəticəsində Rus ordusunun bu Buçanı, İrpeni, Qostomeli tutmaq xəyalları, işğal xəyalları necə deyirlər, puç oldu. 3 həftə gedən döyüşlər nəticəsində Rus ordusu məcbur bütün koloniyalarından, yəni hərbi bölmələrini geri çəkmə məcburiyyətində oldu və İrpen şəhəri işğaldan azad olundu. İrpen şəhərinin artıq 2 il 9-8 aylıq işğaldan azad olunmasına baxmayaraq şəhərin bir çox yerlərində hələ də müharibənin fəsadları hiss olunur və bugün bu videoda o fəsadları sizə göstərməyə çalışacağım. Hal-hazırda arxamda gördüyünüz bu maşın yığını müharibə nəticəsində bəlkə raket düşüb, artilleriya mərmisi düşüb, bəlkə qəsdən yandırılmış maşınlardır. Bütün şəhər, bura balaca şəhər. Bütün şəhərin fərqli yerlərindən yığıb bu maşın qalıqlarını baxın burada şəhərin girişində nə ediblər, yığıblar, yəni şəhərə girənlərə Rusların necə vəhşi olduğunu, necə dəhşətli əməllər törətdiyini göstərməyə çalışır İrpen icra hakimiyyəti. Və ən maraqlısı, mən həmişə buradan keçəndə biz hal-hazırda İrpendə Azərbaycanlılar ümumiyyətlə çoxdur. İrpendə biznes fəaliyyətinə məşğul olan Azərbaycanlılar çoxdur. Eyni zamanda da mənim də bilmədiyim bir səbəbdən İrpen şəhərinə bizim hökumətimiz də xüsusi diqqət alır. Hal-hazırda İrpendə fəaliyyət göstərən ən böyük, ən yaxşı məktəblərin biri adı Zərifə Əliyev adına İrpen Dövlət Məktəbidir. Həmünküsə ilə Zərifə Əliyeva adınadır. Buradakı hökumətimizin Kiyevdəki səfirliyi İrpen şəhərinə xüsusi diqqət ayırır. Eyni zamanda da irili xırdalı Azərbaycanlı biznesmenlər İrpendə öz fəaliyyətlərini davam etdirir. Biz də o xırda biznesmenlərdən biriyik. Sonraki videolarda İrpen şəhərində biz hansı biznes fəaliyyətlə məşğul oluruq, nə iş görürük, mən onları sizlərə göstərməyə çalışacağım. Yəni bu şəkildə, bu maşını dediyim kimi hər dəfə buradan gedəndə bu maşın qalıqlarının üstünə çəkilmiş şəkilləri mən sizə göstərmək istəyirəm. Baxın, burada misal üçün böyük ehtimal ki, xırda yaşlı insanlar, yəni məktəblər, bəlkə də böyüklər, baxın bu maşın qalıqlarının üstünə nədir bu? Günə baxan biçisidir. Onun şəklini əks etdiriblər. Aha, orada yuxarıda yazıb Slava Ukrayna, lap o yuxarıdakı maşın üstündə. Aha, Peremoğa, qələbə. Bəlkə qələbədən çox uzağı, amma inşallah bəlkə bir gün. Yəni bu şəkildə. Ümumiyyətlə buralar yaşıllıq ərazidir. Yəni meşə zolağıdır. İrpen, Buça, Qostomel bu ərazilər geniş meşə zolaqlardır və bu üç şəhərin üçü də çox təmiz havası olan ərazilərdə salınıbdır. Sağ olun, hələ ki sağ olun. İndi videonun qabaqçı dəqiqələrində İrpen şəhərinin başqa yerlərindən sizə videolar çəkib göstərməyə çalışacağıq. Sağ olun, özünüzdən müğayət olun. Hər kəsə təkrar salamlar.
Bu videonun ilk hissəsində gördüyünüz o kadrları harca bundan bir həftə əvvəl çəkmişdik. Ukraynanın İrpen şəhərində. Bura Kiyev vilayətinə bağlı balaca rayon, şəhər kompleksidir. Yəni şəhər olaraq tam da böyük deyil, rayon olaraq da tam olaraq kiçik deyil. Yəni icra hakimiyyəti orqanlarında bura şəhər deyil. Bəlkə də tarixin dərinə getsə lap əvvəllər bura bəlkə də kənd olur. Bu şəhərdə mən sizə göstərmək istədiyim bu arxamda gördüyünüz obyekti. Bura nədir? Bura poliklinikadır. Yəni bura xəstəxanadır. Bu xəstəxananı Sokar Ukrayna neyir? Dəstəkləri ilə bu xəstəxananı Azərbaycan hökumətinin pulları ilə, yəni Sokarın Ukraynanın qazandığı pullarla yeniləyiblər. İrpen Rusların işğalı altında olmuş bir bölgədir. Yəni 2000 bu videonun əvvəlində o tarixi mən sizə danışmışdım. 2022-ci ilin martında İrpen işğaldan azad olundu və azad olandan sonra gördüyünüz kimi Sokar Ukrayna orqanizasiyası neynədir? Bu xəstəxananı yeniləyiblər. Eyni zamanda da bu xəstəxanayla bərabər arxamda bu sol tərəfimizdə bizim yerləşir Zərifə Əliyeva küçəsi. Burada Zərifə Əliyeva küçəsi var və lap qabaqda da bizdə Zərifə Əliyeva adlı məktəb var və bu İrpen şəhərində edilmiş, yəni təşkildən restore edilmiş obyektlərdən, dövlət yaşayış obyektlərindən sadəcə bir neçəsidir. Az sonra da indi gedib burada neynəyəcəyik? Biz Zərifə Əliyeva adına tikilmiş, təzədən, yenidən restorasiya edilmiş məktəbi çəkib sizə göstərəcəyik. Sağ olun. Hal-hazırda o bayaq dediyim Zərifə Əliyeva adına olan məktəbə tərəf gedirik. Sadəcə bir haşiyə çıxmaq istədim ki, Ukraynada aprel ayına xas olmayacaq dərəcədə istilər var. Bu bir həftədir, yəni həftənin indi hala bu gün 3-cü gündür. Yəni bazar günü 5-ci gün etibarilə artıq havalar təkrar bir 5-10 dərəcə itirəcək temperaturunu və bu isti havadan biz də bəhrələndik. Bu videodan qabaqçı çəkdiyim o YouTube kanalımda baxa bilərsiniz. O videoda misal üçün çay kənarına, Dnepr çay kənarına piknik videosunu piknikə getmişdik və o səhnələri orada o manqal qalamağımızı çəkib sizə göstərməyə çalışdım. Sağ olun. Hətta burada Akademik Zərifə Əliyeva adına Dostluq Parkı da var. Azərbaycanca da yazıblar. Burada Ukrayna dilində Park Drujba imeni Akademika Zərifə Əliyeva. Bu belə maraqlı parkdır. Aha. Burada qəşəng bir 01 də durub. Bunun restorasiyası, bunu da restorasiya eləmək olar. Yəni maraqlı. Çünki qəş ağacdır bu. Bu ağac hörmətli ağaca oxşuyur. Buna bax. Yaşlı ağacdır amma. Bu quruyub görən, bax bütün ağaclar yaş. Bu ağacın sortu bu qağayıdır nədir? Qağay quş olmalı, səhv dedim. Bu hansı ağac? Qoğa. Qoğadır nədir? Baxın görürsünüz, bu ağaclar yaşlı, bonstəm yaşlı ağacdır. Bax söyüd var orada. Amma bunlar hələ də qalıb. Yəni hələ tam yaşıllaşmıyor. Bu parkımız belə Kaytaxanada kadrlarda yer alır. Yəni park gözəl parkdır. Orada uşaqlar oynayır. Uşaq parkı da var. Yəni deyirəm ki, Ukraynaya görə böyük parkdır. Xeyr, böyük park deyil. Bura balaca park. Ukrayna hətta dünyanın ən böyük parklarından biri olan, meşə parklarından biri olan Aleksandriya parkı var. O Belaçerkovdadır. Mən həmin şəhərdə yaşamışam. Artıq 1 il yarım həmin şəhərdə yaşamışam. Kaytaxan oralı. Və mən oranı da çəkib göstərə bilərəm əslində sizə. O parkın çox maraqlı bir tarixi var. İndi gələn videolarda bax mən sadəcə o parkı sizə çəkmək üçün, yəni çəkib sizə göstərmək üçün gedəcəm o parka və onun tarixini danışacağam. O tarixi parkın çox maraqlıdır yəni. Təsəvvür eləyin, hektarlarla ərazini əhatə edən parkı o vaxt həmin şəhərdə yaşayan qraf neyir? Öz həyat yoldaşı üçün salır. Yəni parkın ərazisində rəqs sarayı, yemək sarayı, yay sarayı, yəni fərqli tikintilər var və bütün nə bilim maraqlı yerlər var parkda və dediyim kimi çayı var, gölü var.
təsəvvür eləyin, qraf nə edir? Öz həyat yoldaşı üçün yeşə park salır. Yəni bundan o tərəfi yoxdur da. Yəni burada Zərifə Əliyevanın heykəli var. Allah rəhmət eləsin deyə indi. Zərifə Əliyevanın burada heykəli var. Düzdür, üstünü biraz onun hörümçək toru basıb silib təmizləmək lazımdır. Mənim ora əlim çatmazsa təmizləyər. O qayda. Orada kitab oturub kitab oxuyur xanım. Orada, orada bizim bayraq da var, Azərbaycan bayrağı. Lap qabaqda. Parkın o birisi girişində. Yəni dediyim kimi Ukraynaya xas olacaq dərəcədə böyük park deyil, amma parkdır. Yəni gəlib oturub burada yaxşı vaxt keçirmək olar, təmiz hava almaq olar. Eyni zamanda yolun qarşı tərəfində də İrpenski Miski park var. Nə deməkdir? Yəni İrpen şəhər parkı da var. Orada gözəl. Ümumiyyətlə İrpen meşə zolağında salınmış indi kənd, şəhər, qəsəbə, rayon nə deyirsə, yəni ondan, yəni meşə zolağında salınmış yaşayış ərazisidir. Arxamda gördüyünüz bu məktəb ta İrpenin mərkəzində yerləşən məktəbdir. Bu məktəbin indi lap əvvəlki vaxtda necə idi, indi məhəllə salınıb, yəni necə restorasiya edilib, mən onu şəkildə sizə göstərəcəm. Bu məktəbi də çoxlar qurub, neyiniyib, təzədən restorasiya eləyib və İrpendə yaşayan əhalinin istehlakına təqdim edilib. Bu gördüyünüz bu küçə, bayaq o sizə orada klinika olan yerdə göstərirdim. Bu gördüyünüz küçə Zərifə Əliyeva prospektidir. Ta ki o başdan bu başa qədər gedir. O xəstəxana bu məktəbi neyiniyib? Hökumətimiz sağ olsun, Ukrayna dəstək məqsədi ilə restorasiya edib. Buradakı Ukrayna hökumətinə, buranın icra hakimiyyətinə təqdim edir. Ondan əlavə İrpen şəhərində yerləşən Azərbaycanlara məxsus irili və xırdalı bir neçə şəxsi, yəni biznes olan yaşayış obyektləri də mövcuddur. İndi sonraki zamanlarda mən həmin yaşayış obyektlərindən də, həmin obyektlərin, həmin yaşayış obyektlərinin sahibkarlarla bərabər video çəkib onları sizə göstərəcəm, onları sizə təqdim edəcəm və burada insanlar, Azərbaycanlılar necə yaşayır, onu sizə göstərməyə çalışacağım. Sağ olun.